Daşınan evlərə tələbat artıb. Alıcılar həm istirahət, həm də biznes üçün ev tikməkdənsə belə daşınan ev almağın sərfəli olduğunu düşünürlər. 2 sot torpaq aldım ilkindən. Buradan bir dənə bu modul evlərdən apardım qoydum. Yəni burada nədir? Məsələ budur ki, bu modul evlərin quruluşu çox belə müasir materiallardan hazırlanır. Yayda sərin, qışda isti. Hal-hazırda məncə bir sərmayə kimi yaxşı bir işdir. Çünki torpaq var, ev tikmək biraz daha baha başa gəlir. Hazır evlərdir. Kiçik bir biznes kimi də olar. Ya istirahət üçün məncə gözəl bir şeydir. Həftə sonu gedib orada qalmaq. Həm evi, həm baseyni düşünürəm götürmək. Həm daşına bilən olması, həm də görünüşü ilə müştəriləri cəlb edən bu cür evlərə artıq ölkəmizdə də maraq artıb. Bəs bu evlərin qiymət aralığı nə qədərdir və üstünlükləri nələrdir? Kvadrat başlayır 12 kvadratdan, yəni bir otaqlı evlər, kabinet kimi, yəni belə kotec kimi olanda 12 kvadratdan 120 kvadrata kimi dəyişir. Orta hesabla 4 nəfərlik, belə deyək, 4 nəfərlik bir Efrem evin qiyməti təxminən 15-17 min arasında dəyişir. Ondan ucuz olan variantlar da çoxdur, yəni 5 min, 8 min civarında 2-3 nəfərlik olan evlərimiz var. Kvadratı 400-450, 500 manat civarında qiymətləri dəyişir. Tam təmirli. Ekspertlər isə deyir ki, belə evlərə marağın artması daşınmaz əmlak bazarına da təsir göstərəcək. Konteyner tipli evlər daha çox tikinti sahələrində istifadə olunur ki, bunlardan həm ofis, həmçinin işçilərin istirahəti məqsədi ilə quraşdırılır. Konteyner tipli evlər istənilən əraziyə daşına bilir və istənilən yerdə rahatçılıqla quraşdırıla bilir. Başqa bir tərəfdən isə artıq ölkənin daha çox turistik zonalarında Efrem tipli taxta evlərə tələbat həddindən çox artır ki, buna da əsas səbəb həmin evləri quraşdırmaqla, həmin evləri gündəlik kirayə verərək külli miqdarda gəlir əldə edirlər. Onların mayelərinin qiymətlərini nəzər salsaq, Efrem tipli evlərin quraşdırılması müşər daşına tikilmiş evlərdən daha ucuz başa gəlir. Başqa bir tərəfdən isə bu tip evlərə tələbatın artması digər böyük evlərə tələbatın azalması ilə nəticələnir. Digər tərəfdən əmlak daşınan olduğu üçün evə çıxarış da tələb edilmir. İcra orqanında evin layihəsini təsdiqlətmək kommunal xəttlərin çəkilməsinə də kifayət edir. Minayə Zamanova, Üzeyir Ağayev, Xəzər xəbər.